Salam. Bugün uzun zaman sonra dərs vlogu çəkirik. Bütün vloglarımın əvvəlində bu sözü deyirəm, uzun zaman sonra. Çünki çox böyük ara ilə çəkirəm videoları. Amma inşallah ümid edirəm ki, bunu düzəldəcəm. Bugün təkrara başlayıram. Daha doğrusu coğrafiyadan təkrara başlayıram. Tarixdən başlamışam. Hətta demək olar ki, mövzuların bir hissəsinə qədər gəlmişəm. Amma coğrafiyadan başlamamışam. Düşünürdüm ki, heç başlamayacağım. Amma sonra fikirləşdim ki, belə olmaz. Başlamalıyam. Ona görə bugün gedirik. Dəftər alırıq. Coğrafiya qayda dəftərimi yeniləyirəm. Bir də Instagramda anket paylaşacağım bugün. Bundan əvvəlki coğrafiya dəftərim, qayda dəftərim var. O dəftərin həm düşünürəm ki, bütün mövzular oraya çatmayacaq. Həm də yeni bir dəftər bəyəndim. Sırf o dəftərə görə qayda dəftərimi dəyişirəm. Qərar verməliyik ki, qaldığım yerdən mi davam edeyim qaydalara, yoxsa sıfırdan başlayıb yazım mı qaydaları o dəftərə. Ona heç cür qərar verə bilmədim. Ona görə də anket paylaşacağım. İndi siz nə seçsəz ona uyğun. Biz gedirik dəftər almağa. Nədir qələm? Hə, bu da qələm alırıq. Nəsə də bir iki şey alacağıq. Yox, bu nədir? Müəllimlərə oxşuşdur. Burnum çox qabağa çıxır, xeyr. Mən bəyənmədim. Bu biraz pis deyil, bu qəşəng. Burada da alimlər oxşur. Bəli, uşaqlar, Duyğu xanım səbət götürdü. Çox bir şey alacaqmışıq kimi. Mənim almaq istədiyim dəftər, baxın. Ayhan o dəftər, budur. Bu dəftəri almaq istəyirəm. Bunu coğrafiya eləyəcəm. Bu yaşıl rəngdir. Bunu qoyaq. Bir də bunun mavisi var. Baxın, belə bir şeydir. Bunu da tarixi almaq istəyirəm, amma bilmirəm, çox qərarsam. Uşaqlar, bu qədər dəftərin arasından heç nə seçə bilmədim. Bir dənə bunu seçdim, ona da hələ ki tam əmin deyiləm. Bunun eynisi var məndə. Birinci bunu bəyənmişdim, amma sonra dedim ki, bundan var. Neymirəm onu, amma bilmirəm, bunu da getirə bilərəm hər an. Çox qərarsam uşaqlar. Göstər, baxın, evdə bunun eynisi var, bir də bunun mavisi var. Mavisi belədir. Keçən nə almışdım? 2 dənə. Heç birində işlətmədim, kıya bilmədim. İndi fərqlisi çıxıb bu. Bilmirəm, almayım, çox qararsam. İşlətməyəcəm, amma bilirəm halbuki. Uşaqlar, mən evi depolamışam, baxın, bu qələmlərlə. Daha çox bunlardan almışam, baxın. O pişikli dəftəri götürmədim, təxmin edədiyim kimi. Getdim onun yerinə bu dəftəri aldım. Çox qəşəngdir, rəngi falan. Aşırı qəşəngdir. Bu arada uşaqlar, dırnaqlarım necədir? Uşaqlar, aldıqlarımı aldım, çıxdım. Buradan da çıxıb Oliviyə girəcəyik. Uşaqlar, bax, bu belə bir şey aldı. Atamın tam sevəcəyi şey sarı. İndi də Rosmana gedirik. Oradan da bir iki şey almalıyıq. Oradan da evə getməliyik. Artıq evə getməliyik, yəni. Gedək bir zəhmət evə. Uşaqlar, sonunda evə gedirik. Şükür, artıq dərsə başlayacağım. Yəni, ümid edirəm ki, başlayacağım. Artıq təkrara başlamalıyım, təkrar eləməliyim. Mən Akasa getmək səbəbim bu dəftəri idi onsuz da. Coğrafiya üçün almışam bunu. İndi anket paylaşmalıyım hələ Instagramda. Sonra Duyğu özünə belə bir dəftər alıb, şirin, minnoş, sarı bir dəftər. Tam ata üçün. Sonra mən belə bir mavi dəftər almışam. Uşaqlar, çox qəşəngdir. İçi falan. Bunu açıb göstərərəm. Çox qəşəngdir. Gəlin elə açaq hamısını. Bunu da açaq. Baxın, belədir. Bu çıxır. Amma onu çıxartmayacam, yəqin bir müddət, bilmirəm. Belə şirin görünür. Belədir, bildiyimiz kvadrat not dəftəridir. Və qalındır. Hə, qalındır bir də. Çox qəşəngdir. Bunu da açım, yoxsa açmayayım. Bunu açmayayım da, bunu açmağa ürəyim gəlmir. İşlədən də açaraq. İçi də bunun kvadratdır. İşləyəcəm. İnanmıram. O qədər belə bloknotum var ki, işlətmədiyim. Yəni. Uşaqlar, bir də çoxlu qələmlərimiz var. Bu qələmin bəziləri mənim, bəziləri Duyğunun, bəziləri də Ayanındır. İndi onları göstərəcəm sizə. İki qələm Duyğu ilə mənimdir. İkimiz də eyni qələm almışıq. Yəni, bu Duyğu bunu şeyə görə alıb. Siz nəyə görə alıb? Coco animasyon filmi var. Onu xatırladır.
Ayda, əgər baxmalısınızsa, gedin Kokoya baxın, çox qəşəngdir. Bu mənimdir. Mən bu qara qələmi çox istifadə edirəm. Bunun biri mənimdir, biri Ayanındır. Yox, sənin karandaşın yoxdur burada. Necə yəni? 100% düşüb səbətin içindən. Bu da Ayanındır, uzlu karandaş. Ayanın uzlu karandaş üçün uz da alıb belə 0.7. Bu ikisi də səndir. Bu ikisi də Ayanındır. Biri qaradır, biri göydür və 0.5-dir deyəsən ikisi də. İkisi də çox qəşəng yazır. Mən istifadə edirəm, onların çox qəşəngdir. Bu da Ayanındır. Uşaqlar Diyuğun karandaşları səbətin içindən düşüb. O səbətin içindən tez-tez düşürdü karandaş. Neysə. Bu da Diyuğunundur. Diyuğ özünü alıb belə ulduzlu bir şeydir. Sonunda axır ki, dərsə başlayırıq. Deməli, mənim əvvəlki coğrafiya dəftərim var. Əvvəlki deyəndə güncəl durumda işlətdiyim qayda dəftərim buydu. Amma belə bir şey var ki, mən bunun bir hissəsinə qədər yazmışam qaydaları. Bunu da niyə saxlayıram? Mənim normalda qeyd götürdüyüm bir dənə dəftər var. Amma onu sırf hazırlıqda istifadə edirəm. Hazırlıqda müəllim lövhəyə məsələn qeydləri yazır. Mən onu qayda dəftərimə yox da əlavə bir dəftər tutmuşam, ora köçürürdüm. Amma o əlavə, yəni hazırlıqda tutduğum qeyd dəftəri qurtardı. Ona görə mən indi düşünürəm ki, bunu qeyd dəftəri eləyim. Bu dəftəri də işlədəcəm də, yəni bunu kənara qoymuram. Bu da yanımda olacaq. Bu da yanımda olacaq. Yeni qayda dəftərim də yanımda olacaq. Ona görə düşünürəm ki, bəzi əsas mövzular yazım. Məsələn, baxın bu kainatları digər dəftərə köçürməyə ehtiyac yoxdur. Əsas mövzuları yazım. Sonra qaldığım yerdən davam edeyim. Lazımlı olan mövzular, yəni həmişə baxmalı olduğum mövzuları bu qayda dəftərinə köçürüm. Məsələn, miqyasdır, üfüqün cəhətlərinin təyinidir. Bunları köçürəcəm, amma qalanlar bu dəftərdə qalacaq. Çünki yenə deyirəm, onsuz da bu dəftər də yanımda olacaq. Yəni hər ikisini işlədəcəm. İndi başlayırıq qaydaları köçürtməyə, sonra da Azərbaycan dili qaydalarına baxacağıq. Bilirsiniz ki, mən keçən il Azərbaycan dilinə getmədim hazırlığa. Qayda dəftərimin bir hissəsinə qədər yazmışam. Keçən ildən qalıb. Keçən il yazmışdım. Amma bir hissəsi hələ durur, yazmamışam. Uşaqlar, biz Ayanla qısa bir mola verdik, filmə baxırıq. Uşaqlar, coğrafiyaya tahammül eləyə bilmədiyim üçün Azərbaycan dilinə keçmək qərarına gəldim. Yəni, çox fazla coğrafiya oxudum. Çox fazla. Ona görə Azərbaycan dilinə keçdim. Uşaqlar, ciddən özümdən asılı deyil. İsinə bilmirəm o fəndən. Azərbaycan dili qayda dəftərim buradadır. Hara qədər yazmışam deyim sizə bir dəqiqə. Qaydaları bura qədər yazmışam və yazmalı olduğum nə qədər qayda var. Əvvəlki qaralama dəftərimi tapmalıyam ki, onu köçürdüm. İndi gedim onu tapım gəlirəm. Bu arada kipriklərim necə olub? Çox qəşəngdilər. Bəli uşaqlar, dəftərimi tapdım. Keçmiş dəftərimi. Çox səliqəsiz dəftərdir həqiqətən. Bərbad bir şeydir. Bu nə səliqədir? Niyə belə yazmışam bilmirəm. Molası verdim. Daha doğrusu verəcəm indi. Kofe eləyirəm. Südümüz, kofeni tökdüm stəkanın içinə. İndi suyun isti olmasını gözləyirəm. Çaydan qoymuşam üstünə. Yəni birinci isti su tökürəm ki, kofe tam həll olsun. Sonra üstünə soyuq süd tökəcəyik. Yəni soyuq kofe içirəm. Yayın bu istisində isti kofe içəcək deyiləm.
Yayda dərs eləmək çox bərbaddır. Çox pis hiss elətdirir həqiqətən. Yəni çox ölü-ölü edirəm o dərsi. Coğrafiyanı demək olar ki, heç oxumadım. Ancaq qayda yazdım. Bircə ay sonra hazırlıqlarımız başlayır. Yəni coğrafiya, tarix, riyaziyyat. İngilis dili də avqustun ortası falan başlayacaq yəqin ki. Azərbaycan dili də sentyabrda. Azərbaycan dilinə heç bir qorxum yoxdur. Çünki Azərbaycan dilini həm sevirəm, həm də bilirəm. Daha doğrusu bilirəm deyə sevirəm. Amma məlum, coğrafiyanı heç sevmirəm. Tarix də belə də, yəni orta səviyyədə heç sevmirəm deyə bilmərəm tarixi. Çünki nifrət eləmirəm tarixdən. Amma riyaziyyatla coğrafiya həyatdakı ən böyük düşmənlərim ola bilər də, yəni. O iki fən. Uşaqlar, mən heç vaxt kofeni yuxumu qaçırsın deyə içməmişəm. Yəni içmişəm, bu cür kofeni yuxumu qaçırsın deyə içməmişəm. Ancaq məsələn acı kofeləri ilə içirəm. Amma mən çox ürəkli halda acı kofe içərəm də. Yəni indiyə qədər 2-3 dəfə içmişəm ya yox da. Görürsüz nə şirindir. Hadi bir tadımı test eləyək. Çox qəşəngdir. Köpürməsə də kofe çox qəşəng oldu. Yəni dadı mükəmməldir. Nə çox kofe dadı gəlmir, nə çox, yəni çox kofe də deyil acılıq baxımından. Çox süd də deyil. Yəni tam belə istədiyim kofe. Heç bilmədim bu vlog tam olaraq nə vlog oldu. Yəni tam dərs vlogu da olmadı, tam alış-veriş vlogu da olmadı. Qəribə bir vlog oldu. Mix vlog oldu bu. Hələ dərsimi bitirməmişəm bu arada. Yəni vlog hələ davam edir. Arada kiçik fasilələr verirəm. Bayaq fasilə verdim coğrafiyada. 15 dəqiqəyə fasilə oldu, 1 saat yarım. Biz uşaqlar dərsimizə dönək.